Bir çox qadın bu problemi gizlədir, amma səbəbi sadəcə zəif əzələlər və ya doğuş sonrası dəyişikliklər ola bilər. Qadınlarda sidik qaçırma problemi çox vaxt 50 yaşdan sonra rast gəlinən və müalicə oluna bilən bir vəziyyətdir. Çoxsaylı doğuşlar, genetik faktorlar, menopoz dövrü, şəkərli diabet, artıq sidik qaçırmanın əsas səbəbləridir. Bəzən doğuş travmalarına bağlı bu problem daha erkən yaşlarda da ortaya çıxa bilər. Sidik qaçırmanın qarşısını almaq və çanaq əzələlərini gücləndirmək üçün Kegel məşqləri çox faydalıdır. Qadınlar bu məşqləri gündəlik ev şəraitində rahatlıqla edə bilərlər. Sidik qaçırmanın 3 tipi var. Stress tipi, daha çox öskürərkən və ya askırarkən ortaya çıxan. Urge tipi, anidən gələn sıxışma hissi və tualetə çata bilməmə və hər ikisinin olduğu mix tip. Stress tip sidik qaçırmanın müalicəsində əsasən cərrahi üsullar, urge tipdə isə dərman müalicəsi daha effektivdir. Nəticə olaraq qadınlar bu problemi utanılacaq və ya yaşla bağlı normal bir hal kimi qəbul etməməlidir. Sidik qaçırma həm həyat keyfiyyətini pozan, həm də psixoloji vəziyyəti ciddi şəkildə dəyişdirən bir haldır. Ən önəmlisi, düzgün müayinə və diaqnoz sonrasında uyğun müalicə ilə həyat keyfiyyətinizi bərpa etmənizdir.